ümumi durum fərqli olsa da, amma son zamanlar nəticələr demək olar ki, eynidir. Oxşarda görüş başlayır. Və indi ilk hücumu biz Sabah komandasından görə bilərik, ötürmə edildi. Zərbə də vuruldu və Elirza Müştəbəzadə. Yaxşı hücum alındı. Sabahın son oyunlarda biz onu start 11-liyində tez-tez görürük. Bu arada Səbail klubunun ilk hücumu reallaşa bilər. Gomis ötürmə sağ tərəfə yaxşı alındı. Fəridin zərbəsi və inanılmaz vəziyyət Fərid Nəbiyev. Fərqlənə bilmədi. David Gomis mükəmməl oynadı. Eyni zamanda bu hücum zamanı Nüşuti'nin oyunu da vurğulanmalıdır. Özü ilə oyunçunu, rəqib futbolçunu aparmışdı Nüşuti. Yaxşı irəliləyə bilsələr də davamlı gətirmək mümkün olmadı. Anatoliy Nuriyev topu ötürə bilmədi və indi Səbailin daha bir hücumu Enşuti'nin uzaqdan zərbəsi. Enşuti. Jesse Sekitika rəqibini gözəl keçir. Jesse ötürmə də çox yaxşı alındı. Qapı önünə ötürmə edilir və Elirza Müştəbəzadə. Daha diqqətli oynamalı olduğunu bildirirlər. İndi Gitay Sofir istiqamətində ötürmə yaxşı alındı. Gitay Sofir keçir rəqiblərində ötürmə edildi. Zərbədə indirilir və gol! Maçın 21-ci dəqiqəsində Səbail komandası bu görüşdə hesabı açır. Bir daha baxaq, Gitay Sofir. Bu qolun vurulmağında Gitay Sofirin əməyi danılmazdı. Topu daşıyan Gitay Sofir oldu, baxın. Bax, burada İraz Sabali keçdi. Daha sonra Daşdəmirovdan yayındı. Topu mərkəzi ötürdü və Enusan Nüşuti həmin vəziyyətdə topu qəbul etdikdən sonra topu tam qapının küncünə yönəltdi və bununla da hesabı açdı. Çempionatımızda Nüşuti ilk qolunu vurur. İşarə verilir. Nuriyev ötürmə edildi. Başla zərbə və gol! Sabah klubu Sofyan Şaklayla hesabı bərabərləşdirir. 1-1. Şakla kimin yanına qaçdı orada? Berezutskinin yanına deyil. Görə bilmədim. Hesabı bərabərləşdirir bu görüşdə. Baş zərbəsi ilə topu qapıya yönəldir. Unudulmuşdu, tək qalmışdı orada. Nəzarətsiz qalmışdı Sofyan Şakla. Qapçılıq bir şey yox idi. Anatoliy Nuriyevin ötürməsindən sonra Sofyan Şakla topu qapıya yönəltdi. Sol cinata boşluq yaranır. Muradov çox gözlədi. Muradov yıxılır və əks tərəfə. Top əlinə dəydi deyəsən bu səbəbdən. Baxaq. Bəli. Top İlki Muradov yıxılarkən top onun əlinə dəydiyindən qarşılaşmanın baş hakimi sol cinah ötürmə. Alluş buradadır. Süleyman Alluş özü zərbə vurur və mükəmməl bir gol! İnanılmaz bir gol! Golun gözəlliyinə baxın! Süleyman Alluş! Çox gözəl gol vurdu Süleyman Alluş. Və baxaq, Süleyman Alluş özünü hazırladı, topu düz 9'luğa göndərdi və bu zərbə, bu göndərmə mükəmməl alındı. Çox baxımlı gol vurulur. Stas Pakatilov. Qapıçılıq da bəlkə də bir şey yox idi burada. Çox gözəl zərbə idi. Yəni top nadir hallarda ayağa belə oturar. Amma yenə də Letiç ötürmək istəyirdi. Gözləyirlər. İmkan vermədilər. Önünü bağlayırdılar. Ötürmə verməyə alınmırdı. Ayazın zərbəsi inanılmaz və top qapı tirinə dəyir. Daha bir baxımlı gol görə bilərdik. Ayaz Quliyev Alluşa cavab verə bilərdi. Gözəl hərəkətlər. Nələr baş verir burada. Paris və inanılmaz. İnanılmaz. Sabah futbolçularının edə bilmədiyini Səbail futbolçuları özləri etdilər. Rejissorumuza təşəkkürümü bildirirəm ki, daha geridən göstərir təkrarı. Çünki bu zərbənin təkrarını izləmək lazımdır. Əvvəlcə Ayazın o raket zərbəsini gördü, top qapı tirinə dəydi. Davamında Paris'in hərəkətlərinə baxın. Bir hərəkəti 3 futbolçunu keçdi. Zərbə vurmağına imkan vermədilər, amma orada Litvin idi deyəsən avtogol müəllifi olan.
Bir daha baxırıq, Ayazın zərbəsi mükəmməl idi. Daha sonra ötürmə edilir. Litvin uzanır. Davamında nə baş verir? Parisin keçidləri hamını aldatdı və Litvin topu irəli vurmaq istəyərkən top deyəsən Mərk Çelikə dəydi. Bir daha baxırıq. Bəli, top Litvin topu uzaqlaşdırmaq istəyərkən top qəbul yaxşı deyildi, amma top yenə də hər halda qaldı, Abdullah'da qaldı. Sabahın hücumu davam edir. Zərbə indirildi, dirək! Sabah klubu önə keçə bilərdi. Joylens Mikkels. Gəlin baxaq. Bax, burada görürük. Və bu da bəli, qapıçının müdaxiləsi var idi. Düz görmüşəm. Mikkelsin zərbəsi zamanı Əlirza Müştəbəzadə əslində komandasını qoldan xilas edibmiş. Əvvəlcə Əlirza müdaxilə etdi və daha sonra top qapı dirəyinə dəydi. Çox vacib müdaxilə idi Əlirza. Haybullayev, yerli ötürmələr. Lebinitsa, Paris sağ cinahla oynayır. Qapı önünə ötürmə edilir. Başla zərbə və gol! Sabah klubu hesabda önə keçməyi də bacarır. Bir daha baxaq. Yaxşı hücum alındı, baxımlı hücum alındı. Və meydana yenicə daxil olan Marko Nikolic oradan Mikkelsə mane ola bilmədi. Nikolic oyuna yenicə daxil olmuşdu. Və mübarizəni burada uduzdu. Joylens Mikkels çempionatda 9-cu qolunu vurur. Bu dəfə başla fərqlənir Joylens Mikkels. Bir izahı onunla ola bilər ki, fiziki cəhətdən Sabah klubu daha hazırlıqlıdır və 2 əvəz etmələrin faydası oldu. Beləliklə Fərid Hacıyev oyunu yekunlaşdırır və Misli Premyer Liqasında 31-ci turun bu görüşündə Sabah klubu Səbail komandasını 3-2 hesabı ilə məğlub edir və bu Sabah klubu üçün çox vacib qələbə sayılır.